Kres GmbH Autohaus bugün bizə Volkswagen Tiguan'ın Airline paketli modelini təqdim edir. Bu avtomobilin xarici görünüşünü Volkswagen Dizayn Mərkəzinin təcrübəli dizaynerləri işləmişlər. Onlar avtomobil həvəskarlarını öz işləri ilə heyran etmişlər. Belə işlərdən biri Golf R32 və Blue Motion sinifinə aid olan avtomobillərdir. Adi Volkswagen Tiguan'dan xarici görünüşü ilə Airline paketli Tiguan nə ilə fərqlənir? Birincisi, təkər arkaları böyüdülüb, avtomobil 19-luq yüngül ləhimli disklərlə təmin olunub, kuza yeni bamperlə təmin olunub, aşağıdan yerləşən. Bu da avtomobilin idman görünüşünü artırır. Avtomobilin qapılarının üzərində əlavə plastikdən elementlər var, xromla işlənib. Avtomobil üzərində xrom rəflər quraşdırılıb, yük üçün nəzərdə tutulur bunlar və dam boyu panorama lüku var. Və həmən buferdə, arxa buferdə yenilənib, o da aşağıdan yerləşir. Onu da deyim ki, avtomobili arxadan baxanda çox aqressiv görünüşü var. Yəni ki, uzaqdan adi Tiguan gəlsə və Airline paketli Tiguan gəlsə, tam fərqli avtomobillər olacaq xarici görünüşündə. Və avtomobilin arxa qapısı yük qapısı nəzərdə tuturuq biz. Burada spoiler yerləşib, o da yenə deyirəm, avtomobilin xarici görünüşünü dəyişdirir. Fikir verin, xırda da olsa, amma avtomobilin görünüşündə doğrudan da xeyli fərq gətirir. Airline paketli Volkswagen Tiguan'ın güc aqreqatlarında dəyişikliklər olmayıb. Olduğu kimi 2 litr həcmli turbo mühərrik quraşdırılıb 170 at gücündə. Avtomobil 4 motion sistemi ilə təmin olunub. Belə desək, 4 motion tam ötürücü sistemdir. Deməli, çəkiliş vaxtı hızla yağış yağdı. Ən xoşuma gələn vaxt avtomobili yağışda idarə etmək. Sanki adam elə bir sakitçilik gəlir. Mən sizə demişdim, bu avtomobilin 2 litr həcmli turbo mühərriki var, 170 at gücündədir. Siz bilirsiniz, bu nə qədər avtomobil özünü bu mühərrikin nə qədər gümrah hiss edir. Yəni ki, qazın akseleratorunu basarkən fikirləşmir bu avtomobil. Baxın, sürəti başlayır yığmağa. Yəni ki, Volkswagen Tiguan Airline paketindən 5 nəfərlikdir, adi Volkswagen kimi. Salon dəri ilə işlənib. Multisükanı var avtomobil. Avtomobilin böyük monitoru var. Avtomobilin durumu haqqında məlumat ala bilərsiniz. Bluetooth sistemi var. Siz telefonunuzu o sistemə qoşub, rahat avtomobili idarə edərkən telefonunuzdan istifadə edə bilərsiniz. Və avtomobildə arxa görüntü kamerası var. Bu da yenə avtomobili arxaya verərkən siz diskomfort hiss etməyəcəksiniz. Adətən bu şəhər şəraitində çox lazım olur. Avtomobilləri sıx-sıx parkovka edirlər və birdən əziyyət çəkirik. Kimisə köməyinə ehtiyacımız olur. Çağırırıq, baxsın arxaya qabağa. Artıq buna sizə ehtiyac olmayacaq. İqlim nəzarəti var avtomobildə. Transmisiya idman rejimlədir. İdman rejimlədir. Tiptronic transmisiyadır, onu da xatırladım.
Yəni ki, bu avtomobillə siz hər bir səyahətə çıxa bilərsiniz. İstər şəhər gəzintisinə, istərsə şəhərdən kənara. Ona demişdim, avtomobil 4 motion tam oturucu sistemlə təmin olunub. Bu crossoverdir. Yəni ki, avtomobil sizi yolsuzluq şəraitində də darda qoymaz. Amma xarici görünüşündən inanırım sizi vəhşi avtomobildir. Getdik.